Biz kompüterin əsas hissələri mövzusunu davam elətdiririk. Bu artıq 3-cü bölmədir. Biz bugün kompüterin əsas hissələrindən olan sistem bloku və sistem blokunu təşkil edən komponentlər haqqında danışacağıq. Deməli, sistem bloku bizdə xaricdən bir bütöv qurğu kimi görsənsə də, əslində sistem bloku bir qutudur. Və bunun içində kompüterin ən vacib elementləri yerləşir. Şəklə baxsaq, sistem blokunun bizdə açıq forması nümayiş olunur. Yəni ki, üz qapağı çıxardılıbdır. İçində baxsaq biz müxtəlif qurğuları görə bilərik və qurğular da öz aralarında şinlərlə, naqillərdən birləşirdir. Gəlin baxaq, hansı qurğular var. Deməli, sistem blokunun içində ən əsas, ən vacib komponent bizdə ana lövhə, ana plata, İngiliscədə motherboard deyirlər. Şəkildə də görürük, şəkildə də var. Bunun üzərində hansı hissələr var və bu nə işə yarayır? Deməli, ana lövhə bizdə kompüterin bütün hissələrini bir-birindən əlaqələndirir. Yəni ki, kompüterə qoşulan qurğular, kompüterin öz əsas qurğuları və s. hamısı birbaşa ana lövhədən əlaqəlidir. Yəni biz kompüterə tutaq ki, printerdə qoşsaq, sıçan da qoşsaq, klaviatura da qoşsaq, monitor da qoşsaq, hamısı qoşulur nəyə? Bizim ana lövhəyə. Bəs hardan qoşulur? Ana lövhənin üzərində olan portlara. Bu şəkildə də var. Baxın, portlar. Bütün kənardan qoşulan, sistem blokuna kənardan qoşulan qurğular hamısı nəyə qoşulur? Portlara. Müxtəlif portlar var. Məsələn, bu dəqiqə bütün portları əvəz edən HDMI portudur. HDMI portlarına artıq demək olar ki, bütün qurğuların qoşulma imkanı var. İstər biz sıçan qoşuruq, klaviatura qoşuruq, printer qoşuruq və s. Əlavə olaraq bizdə DVI portu, VGA portu, HDMI portu var ki, bunlar da bizdə qrafik informasiyanın ötürülməsi üçün nəzərdə tutulub, monitorlar qoşulur və yaxud da tutaq ki, burada baxsaq PS2 portlarını görə bilərik. Əvvəllər sıçan qoşulurdu, klaviatura qoşulurdu və s. Yəni, qısası portlara bizə kənar qurğular qoşulur. Sonra sistem lövhəsinin üzərində sistem lövhəsinin funksiyalarını genişləndirmək üçün əlavə yerlər var. Bunlara biz genişləndirmə yuvaları deyirik. Genişləndirmə yuvalarına başqa kartlar qoşulur. Kart yerine daha sonra lövhələr qoşulur. Misal üçün, nümunə üçün göstərək, bizdə var, nə idi bu? Bayaq dedik, ekran kartı və yaxud da video kart, video adapter. Bunun özünün yuvası var. Özünün slota keçmək üçün hissələri var. Bu şəkildə qoşulur. Buna da deyirik, bəzi mənbələrdə qız lövhə, ana lövhədir. Ana lövhənin üzərinə qız lövhə qoşulur. Yəni ki, ana lövhənin funksionallığını artırmaq üçün. Misal üçün, baxsaq burada görək ki, ana lövhənin özünün bizdə qrafik portları var. Qrafik informasiya ötürmək üçün portları var. Əlavə də bunu qoşduq. Əlavə olaraq, məsəl üçün, şəbəkə kartı qoşula bilər və s. Sonra, genişləndirmə yuvalarından əlavə bizdə kartlar, müxtəlif yenə kartlar taxmaq üçün hissələr var. Tutaq ki, bu bizdə əməli yaddaşdır. Əməli yaddaşı taxmaq üçün özünün də yenə portu var. Port yox, daha doğrusu yuvası var, slot. Daha doğrusu slot deyək. Taxıldı slota. Aydındır. Bir də sistem lövhəsinin üzərində ən əsas qurğu olan, şəkildə də var, ən əsas qurğu olan mərkəzi prosesor durur. Mərkəzi prosesorun özünün də yuvası var. Özünü, belə deyək, yuvanın üstünə oturtururuq və üzərindən adi şəkildə bizdə görsənmir. Baxın, bura baxsaq, biz burada prosesoru görməyəcək, mərkəzi prosesoru. Çünki üzərində soyutma qurğusu var. Üzərinə prosesorun bu şəkildə bir radiator taxılır. Radiatorun da üzərinə soğutma qurğusu taxılır. Nəyə görə? Gəlin baxaq. Bizdə kompüterdə mərkəzi prosesor əsas hesab məntiq qurğusudur. Yəni ki, qısası kompüterdə gedən bütün proseslər hamısı bütün hesablama əməliyyatları da hamısı yerinə yetirilir prosesorda. Bu zaman prosesor iş prosesində küllü miqdarda istilik xaric edir, yəni qısa desək qızır və bunu soğutmaya ehtiyacı var ki, daha sonra bizdə müxtəlif hadisələr, xarab olması, yanması baş verməsin. Aydındır? Prosesorlar
belə deyək, ilk dəfə çıxanda böyük çap lövhələri şəklində idi. Daha sonra bir kristallı prosesorlar çıxdı və bununla da bizdə fərqli kompüterlər yaranmış oldu. Çünki artıq prosesorların qiyməti ucuzlaşdı, kifayət qədər ölçüdə kiçildi ki, bu da kompüterlərin ölçüsünün kiçilməsinə və kompüterlərin qiymətinin ucuzlaşmasına gətirdi və hər bir şəxs, istəyən bir şəxs özü kompüter ala bildi. Müasir dövrdə bizdə daha müasir prosesorlardan istifadə olunur. Biz baxsaq görək ki, ayaqların sayında belə fərq var. Burada məsəl üçün saya bilirsə, burada daha çoxdur. Yəni ki, qısası funksionallığı da bizdə buna uyğun olaraq daha çox olur. Bəs funksionallıq dedik, bizdə hansı göstərici ilə ölçülür? Prosesorun iş keyfiyyəti, iş sürəti hansı göstərici ilə ölçülür? Bizdə baxaq birinci prosesorun növlərinə. Deməli, ilk çıxan prosesorlar ilk çıxan zaman müxtəlif ədədlərdir ifadə olunurdu. 286, 386 və s. Daha sonra ticari marka adları qoyulmağa başladı. Məsəl üçün Pentium, yer gəlmişəm, biraz sizə göstərdiyim bizdə Pentium markalı prosesor idi. Pentium, Celeron, AMD var və s. AMD Atomos və s. Daha müasir və daha güclü prosesorlara biz misal olaraq Itaniumdur, Xeondur, Core i9'dur, Apple şirkətindən M1, M2 prosesorları və s. Bunları nümunə göstərə bilərik. Prosesorun iş sürəti bizdə ölçülür takt tezliyindən. Yəni ki, prosesorun yerinə yetirdiyi bir əməliyyat, həmin əməliyyat hansı ki, prosesorun vəziyyətini dəyişdirməsinə gətirib çıxardır. Bu bizdə bir takt sayılır. Prosesorun yerinə yetirdiyi bir əməliyyat bizdə bir takt sayılır. Və takt tezliyi deyəndə prosesorun bir saniyədə neçə takt yerinə yetirə bildiyi nəzərdə tutulur. Bu da bizdə ölçülür hertzlə. Misal üçün, müasir kompüterlərdə tutaq ki, 3,2 GHz olaraq göstərilirsə prosesorun sürəti, bu takt tezliyi daha doğrusu, bu o deməkdir ki, həmin prosesor bir saniyədə 3,2 milyard əməliyyat yerinə yetirə bilir. Bizim üçün böyük bir rəqəm olsa da, kompüterlər üçün bu normal bir göstəricidir. Prosesorların digər bir-birinə fərqi də bizdə nüvə sayındadır. Nüvə nədir? Prosesor iş yerinə yetirən hissəsidir. Və nüvələrin sayı çox olduqca əməliyyatlar bir-birinə paralel yerinə yetirilir və bu da bizdə prosesorun üzərinə düşən yükü azaldır və işi də sürətləndirir. Hesab bilsin nə yoxdur? Biri var, bir işi bir adam görə, bir də var eyni işi iki adam görə kimi. Yəni daha az yüklənir prosesor və daha sürətdən işləyir. Prosesorun bir dənə də özəlliyi var ki, prosesor bizdə keş yaddaşla təchiz olunubdur. Keş yaddaş nədir, nəyə lazımdır? Prosesor, bayaqlar dedik, çox sürətlə işləyən bir qrupudur və bizə prosesora məlumatları ötürən bizdə RAM-dır. Yəni ki, əməli yaddaş. RAM bizdə sürətli olmasına baxmayaraq, sürətinə görə prosesordan geri qalır. Və bunların birgə işi zamanı gecikmələr olmasın deyə, ləngimələr olmasın deyə, bizdə prosesorda əlavə yaddaşdan, keş yaddaşdan istifadə olunur. Keş yaddaş RAM-a köməkçi yaddaşdır. Yəni ki, bunların arasındakı sürət fərqini azaltmaq üçün istifadə olunur. Tez-tez açılan proqramların nüsxəsi köçür keş yaddaşa və prosesor işləyən zaman artıq RAM-a müraciət eləməkdənsə özü keş yaddaşında axtarır. Ən sürətli yaddaşlardan biridir keş yaddaş. Ən sürətli yaddaş bizdə registr yaddaşdır. O da yerləşir yeri gəlmişcə prosesorda. Registrdən sonra keş yaddaşdır. Daha sonra ən sürətli yaddaş RAM-dır. Yaddaş qruplarının sürət məsələsi açılmışkən deyim, bunu qabaqda yaddaş qruplarının keçində də deyəcək. RAM-dan sonra bizdə daha sürətli yaddaş olur SSD-lər. SSD-dən sonra gəlir sərt disk olan HDD. Daha sonra bizdə FTP və CD-lər gəlir. Yer gəlmiş SSD-dən sonra bizdə flash yaddaşlar var. Flash yaddaş HDD-dən, yəni sərt diskdən sürətlidir. Sonra gəldik biz daimi yaddaşa. Deməli, daimi yaddaşla biz yaddaş qrupları mövzusunu başlamış oluruq. Bugün biz daxili yaddaş qruplarına baxacağıq. Yer gəlmişkən yaddaş qrupları daxili yaddaş və xarici yaddaş olmaqda iki yerə bölünür. Bunların fərqi nədir? Necə seçə bilərik?
Əgər bir yaddaş qurğusu ana plakanın, ana lövhənin üzərində yerləşirsə, bu daxili yaddaşdır. Yox, yerləşmirsə, xarici yaddaşdır. Daxili yaddaşlar bizdə hansılardır? Əməli yaddaş, hansı ki mən dedim ki, əməli yaddaş, bayaqlarda göstərdim, öz slotuna taxılır ana lövhə üzərində. Yəni ki, qısası ana lövhə üzərindədir. Sonra bizdə var, daxili yer gəlmiş əməli yaddaşa RAM deyirlər. Random Access Memory. Sonra var ROM. ROM da bizdə ana plata üzərindədir. Bunları izah edəcəm qarşıda. Bir də bizdə gəlir keş yaddaş. Keş yaddaş da prosesordadır. Prosesor da ana lövhə üzərindədir. Qısası daxili yaddaş sayılır. Xarici yaddaşlara bizə aiddir sərt disk. İndi məsələ buradadır. Sərt disk, yəni HDD bizdə yerləşir sistem blokun içində. Adətən sistem blokun içində yerləşir. Lakin sistem blokun içində yerləşməsinə baxmayaraq, ana lövhənin üzərində deyil. Ana lövhəyə SATA kabeli vasitəsilə qoşulur. Ona görə də HDD, yəni kompüterin əsas yaddaş qurğusu olan HDD, sərt disk, bizdə xarici yaddaşa aiddir. Var yumşaq disk, FDD, var DVD disklər, məsəl üçün CD disklər, maqnit lentlər, SSD-lər və s. Bunlar hamısı bizdə xarici yaddaş kateqoriyasına aiddir. Aydındır bunlar? Daimi yaddaş, ROM, Read-Only Memory sözlərinin baş hərfləridir. Yalnız oxumaq üçün olan yaddaş. Yəni ki, bu yaddaşı dəyişdirmək mümkün deyil. Yalnız oradakı məlumatları oxuya bilərsən. Kompüter istehsal olunan zaman kompüter ana lövhəsində quraşdırılır və özündə ən vacib proqramları saxlayır. Bunlar nədir? Birincisi, bizdə qurğuların yoxlanılması, bir də əməliyyat sisteminin başlanılması üçün olan proqramlardır. Qısası, kompüter bizdə işə salınan zaman, biz kompüterin məsələn start düyməsini vurub işə salan zaman birinci işə düşür ROM. Daha doğrusu ROM-da yerləşən kompüterin qurğularının yoxlanılması proqramı. Bütün qurğuları yoxlayır. Bütün qurğular yerindədirsə, ikinci proqram olan əməliyyat sisteminin başladılması proqramını işə salır. Bu proqramda bizdə əməliyyat sistemini sərt diskdən əməli yaddaşa yüklüyor. Bundan sonra bizim kompüterdə gördüyümüz bütün işləri əməliyyat sistemi yerinə yetirir. Aydındır bu? ROM yer gəlmişi dediyim kimi dəyişdirilə bilməz. Bir dəfə yazılır, qutardır. Bir də bizdə ROM-da bir şeyi yaddan çıxartdıq. BIOS var və yaxud da BIOS da deyilir. Bu da bizdə ROM-da yerləşir. Proqramdır BIOS. Bəzən səhv salırlar qurğu ilə. BIOS proqramdır. Basic Input Output System. Bizdə qurğular arasında informasiya mübadiləsinə nəzarət edən proqramdır. Gəlir bizdə operativ yaddaş və yaxud da əməli yaddaş və yaxud da RAM, bayaq göstərdiyim həmin bu qurğu bizdə belə deyək, kompüterdə proqramların işlənməsi üçün nəzərdə tutulur. Yəni ki, hər hansı bir proqram işləyən zaman həmin proqram sərt diskdən və yaxud da SSD-dən baxır kompüterdə hansı yaddaş qurğusuna istifadə olunur. Əməliyyat sistemi tərəfindən götürülərək atılır RAM-a və bundan sonra bizdə həmin proqram RAM-da RAM vasitəsilə istifadə olunur. Yəni ki, RAM-da yerləşir, RAM-da istifadə olunur. Bunun da səbəbi odur ki, RAM bizdə daha sürətli yaddaşdır. Və belə bir şey var, testlərdə düşür. RAM yaddaş qurğusudur. Amma yaddaş daşıyıcısı deyil. Bunun da səbəbi odur ki, kompüter sönərsə əgər, yəni elektrik mənbəyindən ayrılarsa, enerji mənbəyindən ayrılarsa, RAM-da olan məlumat sıfırlanır. RAM yalnız belə deyək, kompüter enerji mənbəyinə qoşulu olan zaman işləkdir. Aydındır, informasiya saxlaya bilir. Özü müstəqil informasiya saxlaya bilmir. Ona görə də RAM informasiya daşıyıcısı deyil. İnformasiya qurğusu sayılır amma. Aydındır var ki, bəzən olur ki, RAM-ın həcmi RAM-da olan informasiyanın emalı üçün kifayət eləmir. Yəni ki, RAM-ın yaddaş həcmi çatmır deyək. Bu zaman nə olur? Bu zaman əməliyyat sistemi kompüterin əsas yaddaş qurğusundan, sərt disk və yaxud da SSD-dən RAM-a kömək üçün əlavə yaddaş ayırır. Buna virtual yaddaş deyirlər. Yəni ki, bizdə RAM əgər çatışmazlığı baş verərsə, kompüterin işi dayanmır. Keçir sərt diskdən işləməyə. Və bu zaman bizim işimiz ləngiyir. Nəyə görə? Çünki bayaqlar dediyim kimi, sərt disk
bizdə RAM-dan zəifdir sürətcə, yəni ki, daha ləng işləyir. Buna görə də əgər biz sərt diskin bir hissəsini virtual yaddaş olaraq işlədiriksə, bizdə informasiyanın emalında gecikmələr baş verir. Aydındır bura qədər? Gəldik keş yaddaşa. Keş yaddaş prosesor haqqında danışanda dedik ki, yerləşir harda? Prosesorda. Sürətli yaddaşdır və RAM-la prosesor arasında olan sürət fərqini aradan qaldırmaq üçün istifadə olunur. Aydındır? Sual var.